Silindrik qabda porşeyin altında olan doymamış buxarın izotermik sıxmaqla mayaya çevrilməsi prosesi göstərilmişdir. 1, 2 və 3 nöqtələrinə uyğun buxarın kütlələri arasında hansı münasibət doğrudur? Doymamış buxarı doymuş buxara iki üsulla çevirə bilərdik. Burada birini bizə verib. İzotermik sıxmaqla və izoxor soyutmaqla. İndi biz izotermik prosesdə buxarın mayaya çevrilmə qrafikini göstərib. Baxın, bu hissə olacaq bir hissəsi. Doymamış buxar. Doymamış. 2-3 hissəsi olacaq doymuş. Doymuş buxar. Bax, bu hissə isə bu hissə maye olan hissədir. Doymamış buxar nə idi? Doymamış buxar bu olsun porşeni. Ancaq buxar var idi burada. Maye 0 idi. Mayenin kütləsi burada 0'dır. Doymuş buxarda isə həm mayesi var. Məsələn, bura qədər olsun maye. Həm də üzərində buxarı var. Və izotermik prosesdə doymuş buxarın təzyiqi, sıxlığı, konsentrasiyası həcmdən asılı deyildi. Yəni, verilmiş kütləli olmasına baxmayaraq, doymuş buxar qaz qanunlarına tabe deyil. Doymamış buxarın isə izotermik prosesdə təzyiqi, sıxlığı, konsentrasiyası həcmdən tərs asılı idi. İndi dedik ki, bir nöqtədə hamısı buxardır. Yəni, ən böyük buxarın kütləsi ən çox isə bir nöqtəsindədir. 2 və 3 nöqtələrini müqayisə eləsək, baxın, 2-dən 3-ə doğru getdikcə həcm azalır. Çünki ox həcm oxunun əksinədir. Deməli, həcm azalır. Kütləni tapsaq, buxarın kütləsi üçün yazırıq M bərabərdir, rho vurulsun V. Dedik ki, burada təzyiqi sabit verməsinə baxmayaraq, izotermik prosesdə sıxlıq və konsentrasiya da sabitdir. Deməli, sıxlıq sabitdir. 2-dən 3-ə getdikcə həcm azalır. Həcm azaldığına görə kütlə də azalacaq. Deməli, ən böyük kütlə olacaq M1-də, sonra M2, daha sonra isə M3. 1 böyük 2 böyük 3, doğru cavab D variantı.